Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil li veliyyəkel fərəc. Məqasid kitabından 383-cü dərsi oxuyuruq. Məlumdur ki, bəhsimiz sihir və cadudan gedir. Və qeyd elədik ki, sihir və cadu haramdır və lakin söhbət burada idi ki, sihri, cadunu sihir və cadu ilə batil eləmək olar və yaxud olmaz. Elə bu barədə idi mərhum Şeyx Murtəza Ənsari neçə dənə dəlil gətirdi ki, bəli, sihri sehr ilə batil eləmək icazəlidir. Yəni, əgər bir nəfərə sehr eləyiblərsə, sən də sehr eləyib o sehri batil eləyə bilərsən. Və bu haqda neçə dənə dəlil oxuduq, neçə dənə rivayət oxuduq keçən dərslərimizdə. Və mərhum Şeyx Murtəza Ənsari buyurur, Haza kulluhu, bu deyilən rivayətlər ki, dəlalət eləyir, sehri, sehr ilə batil eləmək olar. Bunlar hamısı bizim iddiamıza dəlildir. Yəni, bizim iddiamız ki, budur, sehri, sehr ilə batil eləmək olar. Bu deyilən rivayətlər hamısı bizim bu iddiamıza dəlildilər. Haza kulluhu, yəni bu deyilən rivayətlər hamısı bizim xeyrimizə hesablanır. Muzafən, bundan əlavə, ilə ənə zahirə əxbar-ı sahir, iradətu mən yuxşa zərəruhu. Bunu ilə belə, o sahirin rivayətlərinin zahiri budur ki, hər o şəxsi ki, onun zərərindən qorxu var, hər o şəxsi ki, onun zərərindən ki, qorxu var, insanlar ki, onun zərərindən qorxurlar, həmən şəxsin qabağını sehrlə almaq olar. O şəxsin zərərinin qabağını almaq olar. Muzafən ilə ənə zahirə əxbar-ı sahir, bundan əlavə əxbar-ı sahirin zahiri budur ki, iradətu mən yuxşa zərəruhu. Yəni, o şəxslər iradə olunur ki, onun zərərindən qorxulur. Kəma e'tərəfə bihi bəzul əsatin. Necə ki, bəzi əsatin, bəzi ustadlar, böyük şəxslər buna etiraf eləyiblər. Vəstəqrəbə lizalik. Elə buna görə bu bəzul əsatin qərib hesablayıb, yaxın hesablayıb ki, cəvazul həll be sehri, sehrlə həll eləmək, zərərini dəf eləmək icazəlidir. Bədə ən nəsəbəhu ilə kəsirin min əshabina. Özü də
əvvəl bizim çoxlu əshabımıza bu məsələni nisbət verəndən sonra qərib sayılıb, yaxın sayıb ki, sehri sehrlə batil eləmək, şərrini dəf eləmək icazəlidir. Özü də deyibdi ki, bizim əshabımızın çoxu bunu icazə verirlər. Yəni bunun əshabımızın çoxuna nisbət verəndən sonra deyib ki, qərib budur ki, yaxın budur ki, bəli, sehri sehr ilə batil eləmək, şərrindən dəf eləmək icazəlidir. Lakinnəhu məzalikə kullu, mərhum şeyx buyurur, bu qədər rivayətlə belə və bu sözlərin hamısı ilə belə, fəqət mənəəl əllamə fi qeyri vahidin min kutubi və şəhid rəhiməhullah fi durus və fazilul meysi və şəhid sani min hallil sehr bihi. Deyir, bu qədər rivayətlə, bu qədər dəlillə belə artıq Əllamə bir neçə kitabında və şəhid əvvəl durus kitabında və Fazilul Meysi və şəhid sani bu alimlər deyirlər ki, sehri sehrlə batil eləmək, sehrin şərrini sehrlə dəf eləmək icazəli deyil. Əllamə, şəhid əvvəl, Fazilul Meysi, şəhid sani, bu 4 dənə alim, bu 5 dənə alim, bu 4 dənə alim deyirlər ki, bəli, icazəli deyil. Yəni, bu qədər rivayətlə belə bunlar icazəli bilmirlər. Mərhum Şeyx Murtəza Ənsari buyurur ki, bunlar da böyük alimlərdir. Bəs bunlar niyə icazə vermirlər? Buyurur, ehtimal var ki, bu alimlər, onlar bu rivayətlərin sənədlərini səhih bilirlər. Yəni, bu rivayətlər ki, dəlalət edirlər, sehri, sehr ilə batil eləmək olar, bunlar rivayətlərin sənədini səhih bilirlər, mötəbər bilirlər. Və lakin ehtimal var ki, bunlar deyirlər ki, bu rivayətlər zərurət olan məqamı deyir. Yəni, əgər bir nəfərə sehr eləyiblərsə, o sehrin şərrindən o adamı saxlamaq, o sehrin zərərindən o adamı hifz eləmək başqa yolu olmasa, məsələn, dualarla, həkimlərin vasitəsi ilə, əgər o zərəri götürə bilmiriksə, o zərəri götürməklik bağlıdırsa tək sehrə, onda sehr eləmək olar. Yox, əgər belə bir zərurət yoxdursa, onda sehr eləmək olmaz. Mərhum Şeyx Murtəza Ənsari bu 4 dənə alimin fikrini belə həll eləyir. Ona görə buyurur, və ləəlləhum, deyir, ehtimal var ki, bu alimlər həmilu ma dəllə ələl cavaz, onlar gəliblər o rivayətləri ki, dəlalət eləyir, sehri sehr ilə batil eləmək olar, o rivayətləri həml eləyirlər, mə etibar sənətihi, özü də rivayətlərin sənədlərini də mötəbər bilirlər, həml eləyirlər ələ haləti zərurə və inhisaru səbəbul həl fihi. Onlar gəlib onu həml eləyirlər, deyirlər, zərurət halında bu icazəlidir. O sehrin şərrinin aradan qaldırmağın dəlili ancaq münhəssir olsa buna, ancaq bu
sehrə münhəsir olsa, yəni sehri sehrlə aradan aparmaqlığa bağlı olsa, onda eləmək olar. Əgər yox, başqa yollarla onu həll eləmək mümkündürsə, onda sehr eləmək olmaz. La mücərrədə dəf'u zərər. Yəni tək elə bir zərəri dəf eləyəsən mə imkanihi bi qeyri. Halbuki qeyri sehrlə bu zərəri dəfn eləmək mümkün ola minəl ədiyyə və təvizat. Məsələn, başqa dualar oxumaqla, ya məsələn, başqa surələr oxumaqla, əgər bu sehrin zərərini aradan qaldırmaq mümkündürsə, dualarla, surələrlə, onda o sehrin zərərini sehr ilə qaldırmaq icazəli deyil. Deməli, nəticə etibarı ilə bu rivayətlər ki, dəlalət eləyirlər, sehri sehr ilə batil eləmək olar, bu rivayətlərin sənədləri səhihdir və hamısı bu rivayətləri qəbul edirlər. Və lakin bu 4 dənə alim deyirlər ki, bu rivayətlər zəruri məqamını bildirirlər. Amma digər alimlər buyururlar ki, istəyir zərurət ola, istəyir qeyri-zərurət ola. Bu rivayətlər bizə deyirlər ki, sehri sehr ilə batil eləmək olar. Sehrin zərərini sehr ilə aradan götürmək olar, icazəlidir. Elhamdülillah Rabbil alemin.